Salam, hər vaxtınız xeyir. Bugünkü qısa videomuzda Yaponiya haqqında bilməli olduğumuz faktları qeyd edəcəyik. Belə ki, Asiya qitəsinin şərqində, Sakit Okeanın isə qərbində yerləşən bu ada dövləti özünə məxsus təbiəti və mədəniyyəti ilə fərqlənir. 377,8 min kvadrat kilometr əraziyə, 126,9 milyon nəfər əhaliyə malik olan bu dövlət ölkəmiz Azərbaycandan ərazisinə görə 4 dəfədən çox, əhalisinə görə isə 12 dəfədən çox böyükdür. Ümumilikdə Sakit Okean odlu qövsündə yerləşən Yaponiya, Hokkaido, Honshu, Shikoku və Kyushu adaları başda olmaqla digər 7000-ə qədər kiçik adadan təşkil olunmuşdur. Qeyd etdiyimiz kimi Yaponiya Sakit Okean odlu qövsündə yerləşdiyi üçün ölkənin ən hündür dağı olan Fudziyama 3776 metr hündürlüyə malik olmaqla eyni zamanda vulkan hesab edilir. Tək Fudziyama mı? Xeyr. Bundan əlavə Kyushu adasında yerləşən Aso vulkanı dünya vulkanları içərisində öz kalderasına görə xüsusilə fərqlənir. Yaponiya ərazisinin 75%-ə qədəri dağlardan təşkil olunmuşdur. Eyni zamanda bu, onun ərazisində dəmir yolu xəttinin çəkilməsini öz növbəsində çətinləşdirir. Və bundan əlavə Yaponiya ərazisinin 67%-ə qədər isə meşə örtüyü ilə örtülüdür. Və bu meşələr nə taxta istehsalında, nə də mebel sənayesində istifadə edilmir. Səbəb Yapon hökumətinin apardığı ekoloji siyasət və eyni zamanda Yapon xalqının ekoloji tərazlığa qarşı olan həssaslığıdır. Ölkənin paytaxtı ən böyük şəhəri Tokyo şəhəri 37 milyon əhaliyə malik olmaqla Honshu adasında və Tokyo körfəzinin sahilində yerləşir. Yaponiya heç bir təbii ehtiyata malik olmayan, böyük yeddiliyə daxil olan yeganə ölkədir. Yalnız Hokkaido və Kyushu adaları sahillərində sualtı daş kömür ehtiyatlarına rast gəlirik ki, bu da Yapon hökuməti tərəfindən istifadə edilmir. Səbəb isə ölkəyə gətirilən ithal daş kömürün ölkə daxilində olan, çıxarılmalı olan bu daş kömürün maya dəyərinə nisbətən daha ucuz olmasıdır. Yaponiyanın iqliminə gəldikdə isə Honshu adasının şimalı və Hokkaido birlikdə mülayimin mussonunda, Honshu adasının cənubu Shikoku və Kyushu adaları isə birlikdə subtropiki mussonunda yerləşir. Bu isə o deməkdir ki, ölkənin şimalı soyuq qış, cənub hissəsi isə quraq qış mövsümü keçirir. Ölkənin